Mən Azərbaycanlıyam. Azərbaycanlı ailəsində böyümüşəm. Gözümü açandan anam yayın sonu ənənəvi qış hazırlıqları eləyirdi. Amma bir şey də vardı ki, onu məxsusi mənə görə eləyirdi. O da badımcan turşusu. Badımcanların qarnından natamam kəsik atıb duzlu suda qaynadıram. Şirin suda toxumunu çıxarıram. Üzərinə ağır yük qoyub acı suyunun axmasını gözləyirəm. Ət çəkən maşından sarımsaq, cəfəri və yaşıl nanəni keçirirəm. Yeni bir yem bu ətimdən həmişə şadlanırım. Bu qarışıma mütləq quru nanədə oxalayıb duzunu vururam. Əslində içliyi zövqünüzə görə eləyə bilərsiniz, amma mən məhz bu cür sevirəm. İşimdən zövq alalı içliyi badımcanların içinə səbirlə doldururam. Şüşə qaba yığıb aralarına duz səpirəm. Qab boş qalmasın deyə üzərinə əlavədən şirin yaşıl biber də yığıram. Qara üzüm sirkəsinə şəkər tozu qarışdırıb turşuya əlavə edirəm. Çox az da su tökürəm. Gəlin etiraf eləyək ki, bu turşunun əslini və ən dadlısını cənub bölgəmiz eləyir. Amma məncə mən də dadsız eləmirəm. Kartof qızartması ilə müsibət alınır. Suyuna da çörək batırıb yeyirsən. Bəs siz hansı yeməklə sevirsiniz bu turşunu? Ümumiyyətlə bu il badımcan turşusu eləmisinizmi?